Salam, mən Yasin Oxşov. Ölkələrə səyahət etmək istəyirsən? Biraz əylənmək, biraz da qorxmaq və yeni şeylər kəşf etmək? Dünyanı tanımağa ehtiyacın var. Bilgiyə möhtacsan. Görmədiyin şəhərlər, hekayəsi olan küçələr, qaranlıqda gizlənən sirlər, tərk edilmiş yerlər, bilinməyən kölgələr və tarix. Min illər əvvəl yaşamış insanlar, iz qoyan imperiyalar, unudulmuş döyüşlər, hamısı burada, bir yerdə. Səyahət, qorxu, tarix və yeraltı dünyası. Azərbaycanda bu formatda ilk və tək kanal. Kanalımıza abunə ol və bizə dəstək olmağı unutma. Bəzi hekayələr var ki, sadəcə dinlənilmir. Onlar insanın içinə işləyir, gecələr yuxunu qaçırır. Anadolunun unudulmuş bir bölgəsində illər əvvəl elə hadisələr yaşanıb ki, bugün belə adı çəkiləndə insanların səsi titrəyir. Yeni doğulan körpələr, anormal bədənlər və adını belə çəkməyə qorxduqları bir qadın. Əgər qorxuya və qaranlıq hekayələrə qarşı həssassansa, bu videonu buradan sonra izləməməyin daha yaxşı olar. Çünki bugün sənə Bitlisli Belkısın Anadolunun qaranlıq lənətinin hekayəsini danışacağım. 1960-cı illərdə Bitlisin tənha kəndlərində ağla sığmaz hadisələr yaşanmağa başlamışdı. Yeni doğulan uşaqların bir qismi əl-ayaqsız, bir qismi tək gözlü, bəziləri isə ilan dərisini xatırladan bir dəri ilə dünyaya gəlirdi. Əlilliklə doğum həyatın bir gerçəyi idi. Əlbəttə, amma Bitlisdə baş verənlər adi haldan çox uzaq idi. Demək olar ki, doğulan hər uşaqda oxşar dəhşətli anomaliyalar görülürdü. Bu qorxu yalnız kəndlərlə məhdudlaşmadı. Qısa müddətdə bütün Anadoluya yayıldı. Kəndlilər üzərlərinə çökən bu qaranlığın bir lənət olduğuna inanmağa başladılar və çarəni cadugərliyi ilə məşğul olan sirli bir qadında axtardılar. Onun adı Belkıs xanım idi. Bugün çoxumuz onu Dabbə filmindən Bitlisli Belkıs olaraq tanıyırıq. Belkısın hekayəsi bu torpaqlarda danışılan ən ürpərdici rəvayətlərdən biridir. Elə ki, sadəcə dinlənmək belə insanın içini titrədir. Kəndlilər yaşadıkları bu fəlakətin səbəbini öyrənmək üçün Belkısın qapısına dayandılar. Belkıs xan onları diqqətlə dinlədi və sonda sərt bir ifadə ilə belə dedi: "Yaşadıklarınız, işlədiyiniz günahların cəzasıdır." Hər ailədən bir uşağın gətirilməsini istədi. Ancaq bu yolla pis enerjinin mənbəyini görə biləcəyini söylədi. Bu hadisələrə şahidlik edən kəndlilərdən birinin rəsmi qeydlərə keçən ifadəsi belə idi: "Belkıs xanımın cəmi bir dəfə gördüm. İnsanların ona olan hörməti məni dərindən təsirləndirmişdi. Bir gecə gözləri olmayan yeni doğulmuş bir körpəni ona gətirdilər. Bağçada təxminən 15 qadın var idi. Əllərində Qurani Kərim, Belkısın istədiyi ayələri bir ağızdan oxuyurdular. Belkıs iki gözü olmayan körpəni beşiyə qoydu. Gözlərin olması gerəkən yerlər dəri ilə örtülmüşdü. Sanki alnı ilə birləşmişdi. Belkıs körpənin üzünə göz şəkilləri çəkdi. Anlaşılmaz simvollar yazdı və indiyə qədər heç eşitmədiyimiz sözləri ucadan oxumağa başladı. Elə həmin anda bağçada olan hər kəsin gözü önündə qara bir kölgə beşiyə doğru irəlilədi. Körpəni götürdüyü kimi bir anda yox oldu. Qışqırıqlar yüksəldi, hər kəs can havli ilə qaçışdı. Bu hadisədən sonra belə bəzi ailələr uşaqlarını Belkısa aparmağa davam etdilər və hər dəfə eyni qara kölgə ortaya çıxdı. Bir ata yaşadıklarını belə danışırdı. İki uşağım var idi. Biri qolsuz idi, digəri isə ilan dərisinə bənzər bir cildə sahib idi. Ümidimiz Belkıs idi.
Belkıs pul istəmədi, amma qorxunc tələbləri var idi. Yeni doğulmuş uşağın ona verilməsini istədi. Bundan başqa bir donuz kəsiləcək, dərisi gətiriləcək və donuzdan axan qan hər gecə yatsıdan sonra içiləcəkdi. Bunları etdikdən sonra evlərində qəribə səslər eşidilməyə başladı. Gecə boyu qaçan ayaq səsləri, kabuslar, yuxuda edilən küfürlər. Müəyyən edilən gün gəldikdə uşaq donuz dərisinə büküldü. Belkıs dərinin üzərinə anlaşılmaz ərəbcə simvollar yazdı və ataya 3 dəfə soruşdu: "Oğlunu bu bəla üçün fəda edirsənmi?" Qapı özü-özünə açıldı və qara kölgə körpəni götürüb yox oldu. İllər keçdi, amma lənət bitmədi. Kəndlilər qəzəblə Belkisin evinə getdilər, qapını qıraraq içəri girdilər. Ev bomboş idi, toz içində idi, sanki illərdir heç kim yaşamamışdı. Jandarma qeydlərində isə ən qorxulu detal vardı. Belkis xanım adlı biri heç vaxt yaşamamışdı. Nə bir nüfus qeydi, nə bir qohum, heç bir iz yox idi. Bəziləri onun bir cin, bəziləri isə bir ifrit olduğunu deyirdi. Bəs siz nə düşünürsünüz? Bu hekayə sadəcə bir əfsanədirmi, yoxsa Anadolunun qaranlığında həqiqətən yaşanmış bir hadisədirmi? Şərhlərdə fikirlərinizi yazmağı unutmayın. Növbəti videoda görüşənədək sağ olun və Allah amanında qalın.